Həmişə bu ikisi qarışdırılır. Söhbət çoxmənalı söz və amonimlərdən gedir. Ancaq burada çox kiçik bir detal var. Mən isə əlbəttə ki, sizə onu deyəcəm. Çox məna dedikdə ağlımıza həqiqi və məcazi məna gəlməlidir. Və bir sözün əgər həm həqiqi, həm məcazi mənası varsa, o çox mənalı söz hesab olunur. Buradakı söhbət müxtəlif mənalardan gedir. Müxtəlif çox mənalı söz. Yəni bir tərəf həqiqi, bir tərəf isə məcazi olmalıdır. Ancaq amonimlərdə bu belə deyil. Amonimlərdə müxtəlif məna yoxdur. Bütün tərəfləri həqiqi mənalı olur. Əsas fərq də elə burdadır. Gəlin birlikdə nümunələrə baxaq. Birinci nümunəmiz ayaq sözüdür. Bir tərəfi insanın ayağı, yəni həqiqi məna, ikinci tərəfi isə stolun ayağı, bu da məcazi mənadır. Bizim ayağımıza bənzədiblər, törədib yaradıblar. Bu çox mənalı sözdür. Çünki iki müxtəlif çox mənası var. Biri həqiqi oldu, biri məcazi. İkinci nümunə ləpə sözü olsun. Onun bir tərəfi bizim yediyimiz ləpə, bu həqiqi mənadadır. İkinci tərəfi isə dənizin ləpəsi mənasında, bu da həqiqi mənadır. Biz burada müxtəlif məna görmədik. Yəni həqiqi və məcazi məna görmədik. İkisi də həqiqidir. O zaman bunu biz amonim kimi qəbul edə bilərik. Qısası, çox mənalı sözündəki məna sözü sözün leksik mənasını ifadə etmir. Həqiqi və məcazi mənasını ifadə edir. Unutmamaq üçün məni izləməyi və videonu yadda saxlamağı unutma. Hələlik!